Hər vaxtınız xeyir əziz izləyicilər, kanalımıza abunə olub like etməyi unutmayın. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin Fortepiano şöbəsinin müəllimi Əsgərova Samirə Azad qızı. Mənim narazılığım dərs bölgüsündəndir. Ali təhsilli, qırmızı diplomlu 16 il stajım və imtiyazı ailə körpə uşaqlı tək ana olmağım nəzərə alınmayaraq mənə cəmi 390 saat dərs bölüb. Mənə bir qadın, ana kimi vəziyyətimi şəxsən Xoşqədəm müəlliməyə dönə-dönə izah etməyimə baxmayaraq o məni anlamaq istəmədi və başından etdi. İndi də hədələyici məktub göndərib və bildirib ki, mənim verdiyim dərs yükü ilə razı olmasanız, xitam verib işdən azad edəcəyim. Bir rəhbər kimi çox kobud, müəllimləri təhqir və təhdid edən bu insan haqqında ciddi tədbir görülməyini çox xahiş edirəm. Mən Əhmədova Ceyran Firuddin qızı, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin Mədəniyyət və İncəsənət şöbəsinin müəllimi. Mənim 35 il iş stajım var. İmtiyazlı ailəyəm. Məhrum yoldaşım 1-ci Qarabağ müharibəsi veteranıdır. Dövlətimin verdiyi imtiyazlı ailəyəm. Mənim ixtisasım bağlanmayıb. Buna baxmayaraq Xoşqədəm Xudayeva və Tərlan Qayıbova dövlətimizin qanunlarını heçə sayaraq mənim dərs saatlarımı 500 saatdan yarım ştata salmışdır. Və mənim evimə xəbərdarlıq məktubu yollayaraq təhdid edərək dərs yükümün imzalamasam işimə xitam veriləcəyini bildiribdir. Çox xahiş edirəm aidiyyatı qurumlardan bu haqda ölçü götürsünlər. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin müəlliməsi Məmmədova Gülşən. Mənim şikayətim dərs yükü barəsindədir. 312 saatım var. Bildirmişəm ki, ali təhsilli müəlliməyəm. Ortaq Tərlan Qayıbova Gəncə Dövlət Universitetinin diplomunu ali təhsil hesab etmir. Kollecimiz Gəncə Dövlət Universiteti nəzdində ola həmin universitetin diplomu kollecimizdə hesab olunmur. Xahiş edirəm hüquqlarımı qorumaq üçün kömək edəsiniz və dövlət başçısından, hörmətli İlham Əliyevdən və hörmətli Mehriban Əliyevadan artıq dərəcədə xahiş edirəm. Biz müəllimlərin hüququnu tapdalamağa imkan verməyəsiniz. Mən Hüseynova Mətənət Regional Kollecdə uzun müddətdir rəhbərlik tərəfindən təzyiq və təhdidlərə məruz qalıram. Heç bir əsas olmadan dərs saatlarım kəsilib, iş şəraitim ağırlaşdırılıb. Bundan əlavə metodist Tərlan Qayıbova tərəfindən döyülmüş fən birləşmə rəhbəri Sevda Qarayevanın saxta şahidliyi ilə haqqım tapdalanır və mən psixoloji gərginlik içində yaşayıram. Sizdən artıq dərəcədə xahiş edirəm, baş verən qanunsuzluqları araşdırılması, mənə qarşı təzyiqlərin dayandırılması və hüquqlarımın bərpa olunması üçün mənə köməklik edəsiniz. Mən Məmmədova Sevinç Novruz qızı, Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə musiqi nəzəriyyəsi fənni üzrə 35 illik məsuliyyət və intizamla müəllimə vəzifəsində çalışıram. Təəssüf hissi ilə bildirirəm ki, kollecin direktoru Xudayeva Xoşqədəm Vidadi qızı tərəfindən mənə ayrılmış dərs saatlarından narazıyam. Xüsusilə vurğulamaq istəyirəm ki, dərs saatların bölgüsü zamanı şəffaflıq və ədalət prinsiplərinə əməl olunmur. Sizdən müvafiq tədbirlərin görülməsini xahiş edirəm. Mən Əliyeva Mətənət Salman qızı 42 ildir ki, musiqi kollecində müəllimə işləyirəm. Ancaq buna baxmayaraq ki, Xoşqədəm Xudayeva gələn bir gündən orta ixtisas deyərək bizim dərslərimizi hamısını əlimizdən alıb, 300 saat mənə dərs veribdi. Öhdəmdə dializ xəstəm var, özüm ağır şəkər xəstəsiyəm, 1-ci qrupa 50 baxıram mən. Mən aldığım maaşla dolana bilmirəm. Xahiş edirəm sizdən artıq dərəcədə. Hansı quruma yazırıq, hansı tərəfə yazırıq, bozuruq, bizə baxan yoxdur. Xahiş edirəm bizim bu dərs yüklərimizə maraqlamasınız. Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə çalışan bir qrup müəllim rəhbərlik tərəfindən haqsızlığa məruz qaldıqlarını bildirir. Baku Nüsaza müraciət edən musiqi müəllimləri Məmmədova Leyla və Əhmədova Ceyran Kollecin direktoru Xoşqədəm Xudayevanın onlara qarşı ayrı seçkilik etdiyini və qazi ailəsi olduqları halda qanunla nəzərdə tutulan imtiyazlardan məhrum edildiklərini iddia ediblər. Müəllimlərin sözlərinə görə hər iki ailə ölkəmizin Qarabağ uğrunda apardığı müharibədə xidmət göstərib. Ceyran müəllimənin yoldaşı 1-ci Qarabağ müharibəsi veteranı olub. Təəssüf ki, artıq dünyasını dəyişib. Mənim yoldaşım isə 2-ci Qarabağ müharibəsi iştirakçıdır və qazidir. Hazırda Laçında xidmət edir. Biz dövlətin imtiyaz verdiyi qazi və hərbiçi ailələriyik. Lakin Xoşqədəm Xudayeva nə dövlətin siyasətini, nə də konstitusiyanı nəzərə alır. Şikayətçilərin iddialarına görə rəhbərlik dərs saatlarını ədalətsiz şəkildə bölüşdürərək onlara qarşı ayrı seçkilik edib.
Sentyabr ayında dərs bölgüsü aparılanda biz Xoşqədəm Xudiyevanın qəbuluna gedərək dərslərimizin bərpa edilməsini xahiş etdik. Bildirdik ki, imtiyazlı ailəyik və qanuna əsasən bu məsələdə üstünlük verilməlidir. Lakin Xudiyeva kobud şəkildə cavab verdi. Sənin yoldaşın işləyir, qazanır. Bu sözlər həm qazilərə, həm də dövlətin prinsiplərinə hörmətsizlikdir. Leyla müəllimə həmçinin analıq məzuniyyətində olduğu üçün dərs saatlarının azaldılmasının qanunsuz olduğunu qeyd edib. Əmək məcəlləsinə əsasən analıq məzuniyyətində olan müəllimin dərs saatı kəsilə bilməz. Mən noyabrda işə qayıtmalıydım, amma rəhbərlik bəhanələrlə saatımı yarım ştat kimi göstərib. Qanun açıq şəkildə deyir ki, analıq məzuniyyətindən qayıdan müəllimənin dərs saatı bərpa olunmalıdır. Müəllimlər həmçinin bildirir ki, direktorun yaxın əməkdaşları Tərlan Qayıbov və Sevda Qarayevanın dəstəyi ilə onlara qarşı psixoloji təzyiq göstərilir. Kollecdə elə bir mühit yaradılıb ki, müəllimlər qorxu içindədir. Kim etiraz edirsə, dərhal təhdid və işdən çıxma ilə üzləşir. Bizim kimi qazi ailələrinə qarşı belə münasibət yol verilməzdir. Şikayətdə Xoşqədəm Xudiyevanın Zəfər günü münasibəti ilə sosial mediada paylaşım etməsinə də etiraz edilib. Zəfər günündə Xudiyevanın özünü və tədbirini reklam edir. Halbuki həmin zəfəri qazandıran qazilərin ailələrinə haqsızlıq edir. Onların dərs saatını kəsir. Bu həm mənəvi, həm də hüquqi baxımından yol verilməzdir. Müəllimlər bildirir ki, məsələ ilə bağlı artıq Prezident Administrasiyasına 1-ci vitse-prezident Mehriban Əliyeva, Baş Nazirə və Elm və Təhsil Nazirliyinə rəsmi şikayət ərizəsi göndəriblər. Biz dövlətə inanırıq. Ümid edirik ki, bu haqsızlığa göz yumulmayacaq və regional kollecdəki öz başınalığa son veriləcək. Bakı Nüsaz məsələ ilə bağlı regional kollecin direktoru Xoşqədəm Xudiyevanın da mövqeyini öyrənməyə çalışır. Lakin qeyd edilən məsələ ilə bağlı dəfələrlə Xoşqədəm Xudiyevanın açıqlamasını almaq istədikdə kollecdə baş verən məsələlərlə bağlı açıqlama verməkdən imtina edib. Buna baxmayaraq, yenə də Xoşqədəm Xudiyevanın söz haqqı tərəfimizdən qorunmalıdır. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.